Hər kəsi salamlayıram, əziz izləyicilər. Təhsil mövzusu ilə davam edirik. Bugün Fərizə ilə birlikdə təhsil mövzusunda Salam platformasının apardığı ictimai vəkillik kampaniyaları, eyni zamanda sistemdə mövcud olan problemlər və bugünkü reallıq bizə nəyi göstərir təhsil sistemi ilə bağlı təkrar müzakirə edəcəyik. Təbii ki, bu son dönəmdə etnik azlıqlar siyasəti ilə bağlı aparılan reallıq və ölkədə ümumi mövcud olan fon və etnik azlıqların ümumiyyətlə mövzularının ictimai, siyasi gündəmdə səslənməməsi və bu mövzulardan biri olaraq da təbii ki, təhsil mövzusunun ümumiyyətlə ictimai gündəlikdən çıxarılması və ümumiyyətlə heç bir yerdə demək olar ki, eşidilməməsi öz-özlüyündə sistemdə olan bu problemlərin olduğu kimi qalmasına gətirib çıxarır. Və Fərzə ilə onu müzakirə edəcəyik ki, bu reallıqda harda ki, demək olar ki, etnik azlıqların səsi ümumiyyətlə eşidilmir. Oradan başlayaq ki, nə etməliyik? Təhsil sistemində ümumiyyətlə hardayıq? Ümumiyyətlə bu sistem üçün biz hardayıq, etnik azlıqlar və bizim təhsil hüququmuz ümumiyyətlə nə qədər dəyərlidir bu sistem üçün və bu reallıqda hansı ki, Gürcü cəmiyyəti bizə deyir ki, Gürcü dilini öyrənməlisiniz, çünki Gürcüstanda yaşayırsınız. Nətər öyrənək? Yəni bu sistemdə biz Gürcü dilini necə öyrənək? Çox sağ ol Ayhan, ilk öncə dəvət elədiyin üçün. Çox yaxşı giriş elədin əslində oradan ki, bizim səsimiz eşidilmir. Mən belə təsəvvür eləyərdim ki, zaman gedir, illər gedir. Sanki biz də addım-addım gedirik, amma eyni zamanda elə o yerdəyik, qaldığımız yerdəyik. Biz addımlaya bilmirik. İllərdir bizim etnik azlıqların səsi, sən dediyin kimi, heç eşidilmir. Bağırırıq, doğrudan bağırırıq. Amma ya səsimiz çıxmır, ya da ki, səsimiz çıxır, amma eşitmək istəmirlər. Burada təbii ki, sistemi nəzərdə tuturam, sistemi idarə eləyənləri nəzərdə tuturam. Kimlər ki, bizim səsimizi eşitmək istəmir, bizləri görmək istəmir və bizim problemlərimizlə yaxından tanış olmaq, tanış olsalar da bizim problemlərimizin həlli üçün lazım addımları atmaq istəməyən qrupu nəzərdə tuturam. Səsimizi eşitmirlər dediyimdə. Deməli, oradayıq ki, yəni bu çox aydındır ki, uşaqların təhsil əslində birinci görüşü elə uşaq bağçasından başlayır. Hansı ki, hər zaman bunu vurğuluyuruq. Hər çağırışımızda, hər videolarımızda, hər müəyyən sistemi idarə edənlərə səslənişimizdə ki, bizim dominant qrupa nisbətən 3 dəfə daha azdır. Bizim ümumi olaraq uşaq bağçalarına əl çatandığımızda. Mən özüm Aşağı Sıralı kəndində məktəb bitirmişəm və bizim kənddə uşaq bağçası olmayıb. Nə də o ərazidə də sadəcə etnik azlıqlar məskunlaşıb kompakt olaraq, nə də ki, ətraf kəndlərdə uşaq bağçası olmayıb, heç olmayaq ki, öz kəndimdə əgər yoxdursa, ailəm məni uşaq bağçasına qonşu kəndə ya bir neçə kənd ötəyə aparardı da. Sadəcə Marneuli rayonunun özündə olub və oraya da, yəni bilirsən ki, bizim etnik Azərbaycanlı nümayəndələrin ümumi olaraq sosial-iqtisadi vəziyyəti nə dərəcədədir ki, onlar yəni əslində qonşu kənddə olsa belə onların heç kimin o şəraiti yoxdur ki, uşaq bağçasına övladlarını götürsünlər də. Elə buradan qırılmış oluruq. Buradan təhsilə, yəni salam demiş olmuruq. Çünki uşaq bağçasında ən azından heç olmaya məktəbə qədər bu təhsili, yəni bir qavrayış olardı. İlk addımımızı atıb, ondan sonra məktəbə başlayardıq da. Deməli, buradan qırılırıq və buradan sonra keçid edirik birbaşa məktəbə. O məktəbə hansı ki, elə birinci, elə öz məktəbimdən əgər misal gətirsəm, o məktəb harda ki,
Mən hətta 10-cu yoxsa 11-ci sinifdə idim. Bir media ilə kiçik bir əməkdaşlıq eləyib məktəbimizin vəziyyəti ilə bağlı bəzi materiallar vermişdim mediaya ki, bunu işıqlandırsınlar ki, bizim məktəbimiz nə gündədir. Mən məsələn oxuduğum məktəbdə Aşağı Sıralı İctimai məktəbində məktəbdə isitmə sistemi yox idi. Hansı ki odun peçindən isinirdi qışda. İsinirdi, amma isinmirdi. Nətər? Çünki pəncərələr yox idi. Odun peçindən idi, hansı ki pəncərə yox idi, çöldən yel vururdu və içəri tüstü olurdu tamamilə. Real olaraq sistem təhsilin effektivliyi üçün bunu fərqli təbəqələrə bölüb, yoxmu? Uşaq bağçasına qədər olan sistem, məktəbdə olan sistem, ali təhsil və s. Və birinci sistem ümumiyyətlə harda ki biz məktəbə qədər təhsil almalıyıq ki, məktəbdə bizim işimiz asanlaşsın və təhsili yüksək səviyyədə və o fənləri hansılar ki məktəbdə öyrədirlər, daha yüksək səviyyədə öyrənək. Bizim əlçatanlığımız yoxdur. Və faktiki olaraq biz təhsillə ilk görüşə məktəbdən başlayırıq. Və çox vaxt sistem sadəcə məktəbə infrastruktur olaraq təbii ki əlçatanlığı və dərsliklərə əlçatanlığı təhsil əlçatanlığı olaraq dəyərləndirir. Məsəl üçün sən qeyd etdiyin kimi istilik sisteminə əlçatanlığın olmaması, lazımi avadanlığa məsəl üçün əlçatanlığın olmaması çox vaxt təhsil sisteminə əlçatanlığın kontekstində bunu dəyərləndirmirlər. Sadəcə məktəbə və kitablara əlçatanlığın varsa, yəni sən açıb kitab oxuya bilirsənsə və müəllim gəlib sənə dərs deyə bilirsə, bunu təhsil əlçatanlıq olaraq dəyərləndirirlər. Ancaq məsəl üçün nə qədər doğrudur? İlk növbədə sənin fikrin maraqlıdır bununla bağlı ki, məsələ istilik sisteminə əlçatanlığın yoxdur. Məsələn, biz araşdırma aparan vaxtı gördük ki, ayaqqabıların əksəriyyəti çöldədir və çox uzaqdadır. Eyni zamanda suya daimi əlçatanlıq yoxdur, qlobus yoxdur, xəritələr yoxdur, kompüter otaqları yoxdur, bəzən var, işləmir. İnternetə əlçatanlıq məhduddur. Eyni zamanda kitabların əlçatanlığı, təbii ki, dərslik kitabları nəzərdə tutmuram, bədii kitablara əlçatanlıq çox azdır. Bu reallıqda hansı ki, demək olar ki, məktəbin özündən infrastruktur olaraq müəllimdən hansı ki 2 qat daha azdır və kitablardan başqa, dərsliklərdən başqa heç bir şeyə əlçatanlığımız tam yoxdur. Bu reallıqda biz bunun təhsil əlçatanlığı olaraq dəyərləndirməliyikmi? Yəni necə? Sən bayaq girişdə yenə qeyd elədin ki, bizə hər dəfəsində bu sualı verirlər ki, niyə öyrənmirsiniz gürcü dilini? 12 il axı məktəb oxuyursunuz. Amma yəni bu sualı verənlər və bunun üzərində fikirləşən insanlar onu da fikirləşmirlər ki, yəni 12 il yaxşı oxuduq. Amma o 12 ili biz necə başa vurduq, yox? Sən dediyin kimi yəni öz sahəsində professionallaşmış müəllimlər dərs keçmir ki bizə. Ki biz onlardan nələrisə götürək. Gərək gürcü dili müəllimi olsun, gərək ingilis dili müəllimi, gərək kimya müəllimi yox. Kimya müəllimi var. Hansı ki bəlkə də kimya ilə bağlı o qədər də böyük anlayışa sahib deyil. Amma o müəllim bizə dərs keçir. Bizim laboratoriya otağımız yoxdur. Hansı ki, bəzi şeylər daha dərindən öyrənək. Kitabxanamız yoxdur dediyin kimi. Ədəbiyyat kitablarımız, məsələn, bir period Gürcüstanda Azərbaycandan gəlirdi və o da niyə Azərbaycandan gəlməli idi? Elə deyim, bu da ağıllarda bir sual işarəsi yaradır ki, bu niyə Azərbaycandan gəlməli idi? Dediyim kimi, öz sahəsində peşəkar müəllimlər yoxdur, kadr çatışmamazlığı onsuz da var, dərsliklər bərbad vəziyyətdədir. Misal üçün, riyaziyyat kitabları var idi, hansı ki tərcümə olunmuşdu bizim dilə və aralarında bəlkə də bilmirəm hansı əlifbanın hərfləri idi, qarışıq bir tərcümə olunmuş versiyadaydı. Yəni bu motivasiya ilə 12 il oxusaq belə və onu zar-zor biz başa vursaq və başa vurduq desək belə, o illər ərzində yəni bizim icmanın gəncləri, şagirdlər heç cür onların təhsil motivasiyası ola bilməzdi axı. Bir digər məsələ də var, hansı ki, ana dili və onun öyrənilməsinə gətirib çıxarır. Çox vaxt deyirlər ki, dövlət dilini öyrənməliyik. Deyirik ki, tutaq ki,
bunu rezolyusiya olaraq qəbul edirik ki, öyrənməliyik. Bəs başqa suallar daxil olur prosesə. Ana dilini bilməyən biri dövlət dilini öyrənə bilirmi? Məsələn, araşdırmalar deyir ki, öz ana dilini yaxşı səviyyədə, yüksək səviyyədə bilmirsənsə, dövlət dilini öyrənə bilmirsən. Ona görə məsəl üçün biz bilinqual təhsil sistemi istəyirik, iki dilli, hansı ki bu gün dövlət nəyə ki iki dilli bilinqual təhsil deyir, onu nəzərdə tutmuruq təbii ki. Bunun təkmilləşdirilmiş Avropa standartlarına, hansı ki bir çox dövlətlərin yaxşı nümunələr var bundan bağlı, onun yaxşı şəkildə öyrənilmiş, araşdırılmış formasını tələb edirik. Hansı ki Gürcüstan sistemi ilə və Gürcüstanda olan etnik azlıqların vəziyyətini nəzərə alaraq eyni zamanda belə deyim bu sistemdə işləyə biləcək bir təhsil sistemini nəzərdə tuturuq. Daha iki dilli deyə, yəni müəllim gəlib iki dildə dərs keçir deyə bunu iki dilli təhsil sistemi adlandırmaq doğru deyil. Yəni formal olaraq ola bilər ki, iki dilli təhsil sistemi sayılsın, amma məzmuni olaraq bizim ehtiyaclarımıza bu cavab vermir. Yoxmu? Həmçinin üzr istəyirəm sözünü kəsdiyim üçün, həmçinin bunu daha yaxşı öyrənmək, qavramaq da, yəni demək olar ki, məncə qeyri-mümkündür, yəni. Və getdikcə məktəblərin sayının azalması. Statistikalar göstərir ki, Azərbaycan dili, ümumiyyətlə etnik azlıqların məktəblərinin sayı getdikcə azalır. Bu iki tendensiyanı soruşmaq istəyirəm. Bir, ana dilinin öyrədilməsi məsələsi, hansı ki, getdikcə biz görürük ki, yavaş-yavaş belə bir siyasət aparırlar ki, ana dilini öyrənməsəniz də olar. Sadəcə gürcü dilini öyrənməyiniz kifayətdir. Bu da artıq ora gətirib çıxarır ki, sən ana dilinin xərcinə dövlət dilini öyrənmiş olursan. Bir digəri də get-gedə azalan məktəblərin sayı. Bu iki reallıq bizi hara aparır ümumi cəmdə? Get-gedə əslində biz kəndlərə səfərlərimiz vaxtı, vizitlərimiz vaxtı onu görürdük ki, misal üçün Təzəkənd kəndi, əgər yadındadırsa, Sadaxlı ərazisində yerləşən Təzəkənd kəndi Marneuli rayonunun orada məktəb bərbad vəziyyətdə idi. Hətta sən dediyin kimi ayaq yolu belə çöldə idi və məktəb yəni qəzavi vəziyyətdə idi və uşaqlar məcbur idilər ki, ya Zobda tikilmiş yeni məktəbə, ya da ki Sadaxlının 1 nömrəli ya da 2 nömrəli məktəbinə gedəydilər. O da servislə, hansı ki, o da ayrı bir problemdir. O servisdə hardasa 15 nəfərlik servisdə 30-35 uşağın, şagirdin getməyi o. 1-ci sinifdən 12-ci sinifinə tutmuş. Yəni, əslində Təhsil Nazirliyinin belə bir statistikası yadıma gəlir. Toplamda 104, bu 5 bələdiyyədə də Marneuli, Bolnisi, Dmanisi, Qardabani və Saqaroca bələdiyyəsində 104 rəsmi statistikaya görə güya 104 məktəb fəaliyyət göstərir. Amma yəni tamamilə belə gözdən keçirsək, bunlar əslində bu 200-dən çox kənd var və onların 50%-dən çoxunda məktəb yoxdur. Ya məktəblər bağlanıb neçə illərdir məktəb bağlanıb ki, güya ki, qəzalı vəziyyətdədir məktəb və bu məktəbi təmir eləmək lazımdır. Ona görə uşaqlar bir period məcburdurlar ki, qonşu kəndə getsinlər ya da ki, həmin kəndin bələdiyyəsinə getsinlər, rayona getsinlər və bəlkə də neçə dərs ili keçib onun üzərində, neçə tədris ili keçib, 5, 3, 10, 15 bilmirəm və o məktəblər hələ də düzəlməyib. Və belə sənin dediyin şeyə gəlib çıxırıq ki, belə bu məktəblər azalır. Azərbaycan dilli məktəblər azalır. Hətta çox ailələr, mən şəxsən öz kəndimdə də nümunə gətirə bilərəm, çox ailələr məcbur olurlar ki, bizdə yaxın bir Şulaver var, ya da ki, Marneoliyə göndərirlər, yəni birbaşa gürcü dilli məktəbə qoysunlar. Və uşaqların əslində gürcü dilli məktəblərə getməyi artdıqca və müvafiq olaraq Azərbaycan dilli məktəblər də bağlandıqca, hansı ki, infrastrukturu bərbad vəziyyətdədir, bu məktəblərə təmir lazımdır və büdcə lazımdır və bunu da həyata keçirmir indiki hakimiyyətimiz, elə deyilmi? Və hamısı bir-birindən yəni sıra-sıra gəlmiş olur da. Gürcü dil məktəblərinə qəbul olmaq artır. Nə gürcü dilini öyrənə bilmirik, nə də öz ana dilimizi öyrənə bilmirik. Yəni burada da bizim yəni demək olar ki, kimliyimizi itirilmiş kimi bir şeyə gəlib çıxarır və bir digər məsələ uşaq bağçası yoxdur, ona razılaşdıq. Uşaq bağçasına qədər hələ sosial-iqtisadi vəziyyətimiz çox aşağıdır və etnik azlıqları yaşayan regionlara
getdiyimiz andan biz o sosial-iqtisadi bərabərsizliyi hiss eləyirik. Bu sosial-iqtisadi bərabərsizliyin fonunda hansı ki, ümumiyyətlə təhsil sisteminin bir parçası və mühüm bir parçası olmasına baxmayaraq, sistem üçün bu sosial-iqtisadi faktorlar ümumiyyətlə çıxarılıb. Bu sistemdən və problemə danışdıqları zaman ümumiyyətlə bu faktorlara heç toxunmurlar. Bu sosial-iqtisadi bərabərsizlik fonunda uşaq bağçası hansı ki, sistemin birinci təbəqəsidir, əlçatanlığımız yoxdur və belə də gedirik biz ikinci təbəqəyə, hansı ki, bir ümidlə ki, bu 6 il, hansı ki, 7 il və s. məktəbə başlayana qədər itirdiyimiz müddəti biz nətərsə formada məktəb illərində bərpa edə bilərik. Məktəbə gəlirik, istilik sistemimiz yoxdur, ayaq yollarımız 2 kilometr uzaqlıqdadır. Çöldədir, suya əlçatanlığımız yoxdur, qlobus yoxdur, xəritə yoxdur, kompüter yoxdur, kitablar yoxdur, bəziləri qonşu dövlətlərdən daxil olur, müəllimlərimizin sayı 2 dəfə azdır, kvalifikasiya mövzusu problemlidir, eyni zamanda kitabların tərcüməsi problemlidir, ana dilini öyrətmirlər, göz dilini öyrətmirlər, heç bir şey öyrətmirlər. Və bizə də deyirlər ki, məktəbiniz, kitabınız və müəlliminiz varsa da siz bunu qəbul etməlisiniz təhsilə əlçatanlıq olaraq. Ümumiyyətlə etnik azlıqların yaşadığı ən böyük 4 bələdiyyədə Marneuli, Bolnisi, Dmanisi, Saqaracoda və bu kəndlərin sayını nəzərə aldıqda demək olar ki, yarısında məktəb yoxdur və deyir ki, siz təhsil əlçatanlığınız var. Bu reallıqda hansı ki, demək olar ki, heç nə yoxdur və sən 12, 16 yaşına, 15 yaşına elə bir formada gəlirsən ki, ümumiyyətlə təhsili tam olaraq ala bilmirsən, nəyi ki almalısan və almalı olduğunun 20%-ni ala bilirsən, bu formada gəlirsən ali təhsilə və nə qarşılaşır? Bildiyim qədərilə ali təhsil müəssisəsində bu dəqiqə təhsil alırsan, tələbəsən. Başladığın vaxt nə reallığa apardı bu səni? Bitirdiyin vaxt nə çətinliklər qarşısında qaldın, prosesdə nə çətinliklərlə qarşılaşdın və o əvvəlki sadaladığımız reallıq sənin həyatına necə təsir elədi? Mən həmişə bu mövzuya belə münasibət bildirirəm ki, bizim sən dediyin kimi bağçadan başlamalıydıq, hansı ki başlamadıq, 2 addım hoplandıq belə deyim, orta məktəbə. Orada yarı-yarımçıq bitirdik 12 ili və birbaşa abituriyentlik periodundan sonra ali müəssisəyə qəbul oluruq. Bu ali müəssisəyə qədər olan ki period və orada bizim yaşadıqlarımız hansı ki biz gürcü dilini yəni yetərli səviyyədə öyrənə bilmədik və buna görə biz qəbul olduq universitetə. Yəni bizdə çox böyük məncə özgüvənsizlik yaradır bu və ali müəssisəyə qəbul olandan sonra da yəni gürcü dilli qrup yoldaşlarımızla nə doğru düzgün ünsiyyətə girə bilmirik, nə dərslərdə misal üçün lektor deyək ki, Azərbaycan dilli bir tələbəyə sual verəndə belə o qədər özgüvənsiz məncə və o qədər özümüzdən razı şəkildə yox da daha çox qırılmış bir şəkildə cavab veririk ki, sanki nədənsə utanırıq. Bu da ondan irəli gəlir ki, gürcü dilində biz ona heç bir şey başa sala bilmirik. Və müvafiq olaraq bu 1 il hazırlıq və ondan sonraki period ki, hazırlıqda da nə dərəcədə öyrənə bilirik, nə dərəcədə inteqrasiyada ola bilirik, nə dərəcədə özümüzü tam şəkildə verə bilirik. O ayrı bir problemdir. Hansı ki, həm hazırlıq bizim üçün nəzərdə tutulub ki, gürcü dilini öyrənək ki, bakalavrda ən azından əziyyət çəkmək elə, deyilmi? Və o gürcü dilini 1 ilimizi biz 12 ildə okey öyrədə bilmədilər bizə və 1 ili bizim üçün qoydular ki, burada öyrədərik yaxşı, biraz bəlkə burada öyrənə biləsiniz. Hansı ki, o 1 ili tələbələr əksər regionlarda yaşayan tələbələr köçürlər Tiflisə və Tiflisdə həm dərs paralelində supermarket şəbəkələrində işləməyə başlayırlar. Paralelində fərqli şirkətlərdə işləməyə başlayırlar. Bəziləri gündüz dərsə gedir, sonra bütün günü 24 saat işləməli olur, 12 saat işləməli olur. Gecə vardiyalarında işləməli olur tələbələr. Hansı ki, ondan sonra həm yorğun olur, həm enerjisi olmur.
Həm Bir əlimizdən 5 qarpız motivasiyası tutmağa doğrudan çalışırıq. elədir. Həm motivasiyası olmur. Gürcü dilini müvafiq olaraq öyrənə bilmir hazırlıqda da. Hazırlıqdan sonra keçir bakalavra. Bakalavrda da tam şəkildə öyrənmir və nə üzrə alırsa təhsili, onunla bağlı da dili yaxşı bilmədiyi üçün və həm də özgüvənsiz artıq sistem tərəfindən özgüvənsiz yetişdirildiyi üçün aldığı təhsil də onun irəliki həyatında, əmək bazarında heç bir işə yaramır deyə bilərəm. Yavaş-yavaş yekunlaşdırsaq bu mövzunu, uşaq bağçasına gedə bilmirik, yoxdur. Məktəblərə gedirik, özü var, məzmunu yoxdur. Çünki məktəbi və bu təhsili formalaşdıran komponentlərin sadəcə ikisi, o da 25%, 30% var, geridə qalanları yoxdur. Gedirik ali təhsil müəssisəsinə, hansı ki, faktiki olaraq bu 4 il ərzində yüksək təhsil almalıyıq və bir professiya sahibi olmalıyıq. Eyni zamanda çalışırıq ki, bir əlimizdən 5 qarpız tutaq. Həm professiyamızı öyrənməyə çalışırıq, həm dil öyrənməyə çalışırıq, həm sosial-iqtisadi bərabərsizlik, hansı ki, uşaq bağçasından başlamış, ali təhsil müəssisəsinə qədər bizi izləyirdi. Onunla mübarizə aparmağa çalışırıq. Eyni zamanda universitetdə, belə deyim, bu bizim üçün yad olan mühitlə mübarizə aparmağa çalışırıq və təbii ki, öz-özlüyündə əmək bazarı ilə bağlı yavaş-yavaş bizim suallarımız, eyni zamanda düşüncələrimiz formalaşır, eyni zamanda ümidsizlik, nihilizm və onu düşünürük ki, necə biz konkurensiya apara bilərik və ali təhsil müəssisəsində biz artıq o reallığı gördüyümüzdə, hansı ki, mən hələ yeni gürcü dilini öyrənməyə çalışıram, bu vaxtı görürəm ki, mənim qrup yoldaşım ingilis dilində sərbəst danışır və alman dilinin, fransız dilinin, nə bilim, ispan dilinin əlavə dil olaraq öyrənilməsini planlaşdırır, düşünür. Təbii ki, bu məndə öz-özlüyündə nihilizm yaradır, ümidsizlik yaradır ki, mən hələ hardayam, mən nələri düşünürəm hələ dövlət dilinin öyrənilməsini. Onlar artıq ikinci əlavə xarici dilin öyrənilməsini düşünür və öz-özlüyündə bu sual yaradır ki, əmək bazarında mən necə konkurensiya apara bilərəm? Təbii ki, ədalətsizlik hissi səni boğur. Çünki nə reallıqdasansa, sənlə heç bir əlaqəsi yoxdur. Uşaq vaxtından ora qədər bütün mübarizədəydin, daim mübarizə aparırdın. Bütün həyatın hər günü mübarizə olmağına baxmayaraq yenə də yetmədi və artıq bu mübarizənin nəticəsi olmalı olduğu yerdə düşünürsən ki, sən demə mübarizə elə hələ burada başlayırmış. Mənim bu günə qədər bu çəkdiyim zülm, bu apardığım mübarizə sadəcə fraqment imiş və bura gəldiyimiz hissə artıq əmək bazarında yeni mübarizə hələ orada başlayırmış. Əsas mübarizə orada başlayırmış. Və sistem bu vaxtı bizə qayıdır, deyir ki, nə ki var, nə ki təklif edə bilirəm, nə sistem ki var, sağ ol deməlisən. Biz tolerantıq, biz qardaş bacıyıq. Tez-tez Marnoliya Novruz bayramında getdikləri vaxtı mən artıq o teksti əzbər bilirəm. Onlar çıxış zamanı nə deyəcəklər? Bizim qardaş bacılarımız, bizim zəhmətkeş xalqımız və s. Və biz hamımız bir dövlət altında yaşayırıq. Biz dostuq, amma onu tələb eləyəndə ki, məktəbim yoxdur. Biz dostuq, amma gəlin bu dostluğu pozmayaq. Yoxmu? Sistem bizə deyir ki, real olaraq üstü örtülü deyir ki, nə ki vermişik, nə ki təklif eləmişik, yetinməlisiniz. Əlavə istədiyim vaxtı qayıdıb deyəcəklər ki, radikalsınız. Qayıdıb deyəcəklər ki, buna baxın, bunlar nələr istəyir. Və real olaraq biz heç nə istəmirik. Nə ki faktiki olaraq özləri yazıb, vaxtında elitar təbəqə onu istəyirik. Biz etnik azlıq olaraq nə konstitusiyanın yazılma prosesində olmamışıq, nə dövlət dili haqqında qanunun yazılma prosesində olmamışıq, nə təhsil haqqında qanunların yazılma prosesində olmamışıq, nə heç bir qanunun yazılma prosesində olmamışıq, yoxmu? Özləri yazıb və indi özləri yazılan maddələrin, öhdəliklərin həyata keçirilməsini tələb edirik və bizə qayda deyir ki, vaxtında yazmışdım, amma indi düşünürəm ki, verməsəm daha yaxşıdır. Və ya nə ki vermişəm kifayətdir. Bu reallıqda təhsil hansı ki, demək olar ki, artıq hər bir hüquqa və
ictimaiyyətə çıxış olaraq və bərabərləşdirici faktor olaraq tanınır. Bizim bu faktoru əl çatanlığımız yoxdur. Salam platforması olaraq çalışacağıq ki, davam eləyək bu mövzunu işıqlandırmağa, bu mövzu üzərində işləməyə, bu mövzunu ictimaiyyətin siyasi gündəliyə gətirilməyə fərizə və elə də Salam platformasının digər üzvləri ilə birlikdə çox sağ ol Fərizə iştirakın üçün, öz təcrübəni bizimlə bölüşdüyün üçün. Ümid eləyirik normal, yəni bizim ideal sistemi belə deyim, düşünməyə hələ vaxtımız olmayıb, çünki normal sistemə heç vaxt əl çatandığımız olmayıb. Normal sistem artıq formalaşdığı vaxtı biz çox daha fərqli problemlərə danışarıq və bu gün artıq problem olmamalı olan şeyləri deyil də biz artıq ikinci xarici dili niyə öyrənə bilmədiyimiz haqqında müzakirə apararıq Salam platformasının Facebook səhifəsində.